Mübarək Ramazan ayının gəlişi ilə bağlı hamını, bütün dünya müsəlmanlarını, bu ayın əmrlərinə tabe olanları təbrik edirik. Allaha həmd səna edirik ki, Allah Taala bizlərə bu ildə bu gözəl fürsəti nəsib elədi ki, Allahın bu orucunu, bu əmrlərini yerinə yetirək. Bu ayı biz də özümüzü oruç tutanların sırasına qataq. Cümə günüdür və cümə gününün xutbəsi ən gözəl xutbə Həzrət Peyğəmbərdəndir. Bu ay barəsində hər il eşitmisiniz ki, Şaban ayının axır cüməsində Həzrət Peyğəmbər minbərə qalxır və xutbə eləyir. O tanınmış məruf xutbə illərlə təkrarlanıb, hər xutbələrdə deyilibdir. Bir neçə kəlmə o xutbədən işarə eləyib, sözümdə birinci xutbədə bir məqsədim var. Həzrət Peyğəmbər buyurur, Əyyuhənnas. İllər keçsə də bu xutbə təravətini itirmir. Diqqət edin, hər il təkrar olunsa da belə, görsən yenə o xutbədən nəsə yeni mesajlar bizə aiddir. Peyğəmbər buyurur, Əyyuhənnas. Ey insanlar, bütün insanlara xitab edir. Qad əqbələ ileykum şəhrullah. Allah ayı sizlərə yetişibdir. Necə gəlib ya Resulallah? Bil bərəkəti vəl rəhməti vəl məğfirə. Bərəkətlə gəlibdir, məğfirətlə gəlibdir, bir də rəhmətlə gəlibdir. Peyğəmbər bu üç xüsusiyyəti buyurur insanlar. Bax, sizə belə bir ay gəlib çatıb ki, bu ayın hər saniyəsi, hər dəqiqəsi, hər günü bərəkətdir, rəhmətdir, məğfirətdir. Allah bu ay bağışlayır bəndələrini. Şəhrun huvə indallahi əfdalüş şuhur. Elə bir ay gəlib ki, Allah yanında ən fəzilətli aydır. Quran-ı Kərimdə Allah Taala buyurur ki, Allah yanında ayların sayı 12'dir. 12 rəqəmi 12 Quranda gəlir. Allah Taala yeganə aydır ki, bunun adını Quranda gətirib Ramazan ayıdır. Görün hansı aydayıq biz. Ramazan ayının adı Quran-ı Kərimdə gəlibdir. Allah yanında ən fəzilətli ay deyir, hansı aydır? Peyğəmbər buyurur, Ramazan ayı, bu aydır. Və əyyamuhu əfzalül əyyam. Günləri də digər ayların günlərindən fəzilətlidir. Nə qədər günlər gəlir, keçir il ərzində. Deyir, Ramazan ayının günlərinə çatmaz. Xüsusən də ki, Qədr gecəsi necədir? Quran deyir, və ma ədrakəmə leylətul qədr. Sən nə bilirsən o gecə Peyğəmbərədir, nə gecədir? Leylətul qədr xeyrun min əlfi şəhr. Yəni bir insan ömründən üstündür. Yəni bir insan ömrünü dəyişdirə bilər o gecədə. Yeni bir ömür yaza bilər özünə. Əməllərinə bağlıdır, dualarına bağlıdır, niyyətinə bağlıdır. Adam var, gələr, oturar, bir niyyət eləyər, Allah onun ömrünün o gecə sıfırlayar. Yenidən başla həyata. Allahın əlindədir. O qədər olub, sizlər bu şeyi yaşamısınız, görmüsünüz. Qədr gecəsində insanlar elə bir dərəcəyə çatıb ki, sanki il yenidən başlayıb. Və saatuhu əfzalu saat. Bu həyifdir, deyir, bu ayın günləri, ondan da üstün saatları belə keçir, onlar ən fəzilətli saatlardır. Ən fəzilətli dəqiqələrdir, ən fəzilətli saniyələrdir bu günlər ki, biz yaşayırıq. Peyğəmbər bu ay, bu gün, bu dəqiqələrdən danışır və biz həmin aydayıq. Həmin saniyələri, həmin dəqiqələri bax bu an yaşayırıq və ilk cümədir, başlayırıq. Dua eləyək ki, Allah bu ayın feyzini bizə nəsib eləsin. Dua eləyək ki, bu ayın hər dəqiqəsinin, hər saniyəsinin ləzzətini, zikirlərin, duaların Allah istəyən şəkildə yaşaya bilək. Və huvə şəhrun du'itum fihi ilə ziyafətillah. Allah buyurur, Peyğəmbər buyurur, siz Allahın qonaqlığına çağırılmışsınız. Qonaq çağıran Allah özüdür. Ramazan ayı bir süfrədir, hər bir nemət o süfrədə düzülübdür. İstifadə elə, hayıfdır, zikir deyə bilmirsən,
Qurana qulaq as, Quran oxuya bilmirsən, Quranı aç, üzünə bax. Qurana baxmaq ibadətdir. Onu da bacarmırsan, yaxşılıq elə. Yaxşı əməllər saysızdır. Və cu'iltum fihi min əhli kəramətillah. Çox gözəl sözdür. Çox dərin sözdür. Kaş başa düşə bilək. Ustad məhzərində Allah ömürlərinə bərəkət versin. Buyurur, siz kərim insanlardan sayılmışsınız. Kərim danışsaq bəlkə bir xütbə bəs eləməz. Allah bu ayda insanları, qonaqlığına gələnləri kərim adlandırır. Allaha şükür eləyək ki, bizə bu ay bir daha qismət oldu. Həmişə demişik, keçən Ramazan ayı bəzi insanlar var idi bu məclisdə, bu məsciddə, sizlərin tanıdıqları, bizlərin tanıdıqları. Bu ay qismət olmadı. Ömür vəfa eləmədi. Əcəl Allahın əlindədir. La yestəxiruna sa'atan və la yestəqdimun. Quran deyir, onu nə dala çəkə bilərsiniz, nə qabağa ata bilərsiniz. وَلَوْ كُنْتُمْ فِي بُرُوجٍ مُشَيَّدَ. Qaçıb gizlənməklə deyil. Özünüzü hara vursaz, Allahın o saati, o əcəli var, gəlib çatacaq. Kullu nəfsin zaiqatul maut. Quran deyir, hər bir insan onu dadacaq. Buyurur, bax, fürsətdir. Allah ki, sənə bu Ramazan ayını nəsib eləyibdir. Çalış, istifadə eləyəsən. Necə bizə deyiblər ki, namazı elə qıl ki, sanki axırıncı namazdır. Orucumuzu da elə tutaq. Sanki bu axırıncı iftardır. Axırıncı, bu deməkdir ki, insan naümid yaşasın. Elmi dinlə deyək, pessimist yaşasın. Xeyr. Allah istəyir insan ümidlə yaşasın. Onda daha ləzzət ala bilir. Maksimal dərəcədə o ibadətdən fayda apara bilir. Başa düşür ki, bu mənim ömrümdən gedir. Quran and içir vəl-əsr, and olsun ömrə. Bizim unutduğumuz bir neymətdir. Unutduğumuz, mən öz adıma deyirəm, Allah şahiddir. Elə bilirik ki, elə hər gün asılacaq, duracaq, amma bəzən bir hadisə başımıza gələndə başa düşürük ki, cavanlıq, ömür, yaş, həyat nə qədər böyük neymətlərdir. Bir hadisə başımıza gələndə başa düşürük. Xoş o kəsin halına ki, hadisəsiz anlayır ki, əlindəki bu ölüm, bu ömür neyməti, bu sağlamlıq neyməti nə gözəl neymətdir. Xoşbəxtdir bu insan. İbn Tavus bir hədis nəql eləyib, İmam Cəfər Sadiq əleyhissalamdan gətiribdir bu hədisi. Ruhumuz ruhuna fəda. 6-cı imamımız İmam Cəfər Sadiq əleyhissalam buyurur, Rə'sus sənə şəhrur Ramazan. İlin başlanğıcı Ramazan ayıdır. Diqqət eləyin. Siz deyirsiniz ki, ilin başlanğıcı Ramazan ayı deyil axı. İlin başlanğıcı bizə görə, məsələn, bəzilərində görə yanvar ayıdır. Tələbələrə görə ilin, tədris ilinin başlanğıcı hansı aydır? Sentyabr ayıdır. Dərs ilinin başlanğıcı sentyabrdır. Əkinçilər ilin başlanğıcı, məsələn, bahar fəslində götürür. Deyir ki, bizim ilin başlanğıcı bahar fəslindədir. Meyvə yığırıq, əkin əkmişdik, onun bəhrəsini aparırıq. Hər bir insan üçün ilin bir başlanğıcı var. Allah buyurur ki, İmam Sadiq buyurur ki, mömin insan üçün ilin başlanğıcı Rə'sus sənə şəhrur Ramazan, Ramazan ayıdır. İzə səlmə şəhər, səlməti sənə. Ayı gözəl keçirsən, bu ayı gözəl salamatçılıqla başa vursun, ili salamatçılıqla başa vurmursan. İlin gözəl keçibdir. Elə bilmin ki, bu ayda elədiyiniz dualar, gəldiyiniz bu məsciddə ziyarətlər, oxuduğunuz bu gündəlik, o ya Aliyyü, ya Əzimlər, hamısı xeyr. Hamısının təsiri var gələn ilimizə, bundan sonra gələn günlərimizə, aqibətimizə, dünyamıza, hətta deyərəm, zürriyyəmizə belə. Bizdən sonra gələn nəsillərə təsiri var. Bunu mən həmişə düşünürəm, bu təsadüf yoxdur heç bir şeydə. Biz elə bilirik ki, təsadüfən məscidin yanından keçirdim, gəldim, məscidə gördüm ki, burada gözəl söhbətlər gedir, əyləşdim, qulaq astım. Xeyr, sənə görə təsadüfdür, mənə görə. Allah buyurur Quranda təsadüf yoxdur.
İslam dinində təsadüf yoxdur. Məntiqdə təsadüf yoxdur. Hər şeydə bir hikmət var. Sən bir yaxşılıq eləmişdin, Allah o yaxşılığın qarşılığında sənə daha böyük yaxşılıqlar gətirdi. İnsan bu aya diqqət eləsin. Çalışsın ki, Allahın bu ziyafətindən yetərincə istifadə eləsin. Kutibə aleykumus-siyam, Quran deyir. Bu təkliflər biz insanlara gəlib. Allah orucu vacib edir bu ayda bizə. İldə bir ay deyir, oruç tutacaqsan. Bəzi insanlar deyir ki, oxuyursunuz da bu sosial şəbəkələri, baxırıq da bu bəzi insanlar hər şeyə irad tuturlar. Deyir, bu nə deyə? İslam dini ağır dindir, deyir. Ağır dindir. Biz elə otururuq, dururuq, o olmaz, bu olar, o haramdır, bu halaldır. Belə həyat olar. Bu qədər təklif olar. Xristianlıqda heç bu qədər deyir, təklif yoxdur. Gedərəm, mən qoşularam Məsihiyyata, dinimi də yaşayaram, dünyamı da yaşayaram. Belə məntiq irəli sürən insanlar var. Xüsusən bugünkü zamanədə fikirləri bulaşdırırlar, suyu bulandırırlar. Bəzi insanlar da bunların bu bəhbəhinə allanıb gedir. Cavab nədir? Cavab budur. Deyirik, bu məntiq sağlam məntiq deyil. Bu düşüncə düzgün düşüncə deyil. Allahın təklifi, Allahın lütfüdür. Allahın bizə bir rəhmətidir. Allahın bizə bir inayətidir. Allah bizi sevib ki, bizə təklif göndərib. İstəməsəydi bizə öz başına buraxar, deyərdi, gedin, özünüz bilərsiniz. Heç nə oruç tutun, nə namaz qılın. İl ərzində yeyin, üçün bizim dildən nə istəyirsiniz eləyin. Allah bizi sevibdir, bizə qanunlar və qaydalar göndəribdir. Namaz qılacaqsan bu şəkildə. Oruç tutacaqsan bu şəkildə. İftara riayət et. Allah deyir, bax, gəl mən sənə yaşamağın qaydasını öyrədim bu ay. Mənim proqramımla yaşa, gör, həyat necə gözəl olur. Ayılacaqsan, o başlanlıq eləyəcəksən. İftarı pozan şeylər, orucu pozan şeylər, hamısı şəriət kitablarında bircə gəlir. Mən bəzi alimlərin həyatından oxumuşdum, deyirdilər ki, övladlarının təklifə çatdığı vaxtı toy bayram edirlər. Uşaq gəlir, çatır, oğlan uşaq 14 yaşına, qız uşaqları 9 yaşına, Allah onlara deyir, bunlar mükəlləfdir. Vacibdir namaz, vacibdir hicab. Ataları onlara bayram eləyirlər ki, mənim balam artıq mükəlləfdir. Yəni Allah onu insan kimi seçib, sevib, onu mükəlləf qərar verib. Bayram eləyir. Adam var bayramı nə vaxt eləyir? Ad günündə 1 yaş, 2 yaş. O hələ mükəlləf deyil. Onun ağlı kəsmir. O hələ bilmir namaz nədir, oruc nədir. Gəlir çatır 14 yaşına, mən alimlərin həyatında oxumuşdum. Valideynləri onlara əməlli başlı bizim bildiyimiz kimi toy eləyir ki, mənim balam artıq mükəlləfdir. Xoş olsun sənin halva. Sən bugündən Allahın sevib seçdiyi təklif əmrlərinə yiyələnmisən. Görün, nə gözəl. Allah İbrahim Peyğəmbərə eşitmişsiniz də, bunu mən danışmışam. Deyir, apar övladını kəs. İbrahim İsmail'i alır, gəlir Mina çölünə. Allah hamıya həc nəsib eləsin. Allahümmə rzuqna həccə beytikəl haram fi hazil am və fi kulli am. Bu ayın dualarından da Allah öz evin ziyarətini bizə hər il nəsib elə. Həzrəti İbrahim bilirsiniz, övladının əllərini bağlayır, gözünü bağlayır, gətirir onu Mina çölündə kəsmək istəyəndə Allahdan əmr gəlir ki, əl saxla İbrahim, qan tökmə. Düzdür, istəyirdim, biz də gördük ki, sənin oğluma məhəbbətin bir qədər çoxdur, o məhəbbət aşıb daşar, birdən o dərəcəyə ki, Allah məhəbbətin keçər, biz səni sınadıq. İmtihanat çəkdik, sən bu imtihandan uzaq çıxdın. Qoçu kəs. Əl-xəlilu yə'murni vəl-cəlilu yənhani. Bıçaq dilə gəldi.
Dedi, İbrahim, sən deyirsən kəs. Allah deyir, kəsmə. Mən Allaha qulaq asaram. Mən kəsməyəcəm. Bıçaq dilə gəldi. Məsələ nədir? İbrahim kəsmədi. Amma yazıblar, İbrahim çəkildi kənara, uşaq kimi oturdu, ağladı. Allah birdən, mən təklifindən uzaq düşərəm. Mən sənin əmrindən kənar olaram. İbrahim başa düşür, təklif nə gözəl bir işdir. Bəziləri təklifi özünə ağır bilir, dərd bilir, qəm bilir, bəla bilir. Allah deyir, yox. İmamlar peyğəmbərlərə baxın, deyir, təklif nədir? Təklif Allahın lütfüdür, Allahın rəhmətidir, Allahın istəyidir. Allah deyir sənə namaz qıl, oruç tut. Ya eyyuhəl-ləzīnə āmenū, Quran-ı Kərimdəki ayələr gəlib. Deyir, bu ayəni oxuyandan sonra möminlər yaxşıdır ki, desin, ləbbeyk. Yəni, ilahi, sənin əmrivə və təklifimə mən cavab verirəm. Ən böyük, bayaq qeyd elədik, əməllərdən biri həcdir. Allah evinin ziyarətidir. Ömürdə bir dəfə vacibdir. Qəribə işlər var orada. Gedənlər bilir, Allah hamıya nəsib eləsin, bir daha deyək. Ehramı ki giyindin əynivə, deyir, güzgüyə baxma. Güzgüyə baxma, bax, baş üstə. Allah deyir, güzgüyə baxma. Baxsan kəffarəsi var. Ətir vurma. Ayrı vaxt nə qədər vursan vur. Ehramı ki əynivə giyindin, deyir, ətir vurma. Üstü açıq ayaqqabı giyin. Əmr gəlir, sən deyirsən baş üstə. Nə qədər ehramı giyinəndən sonra qadağalar var. Həccə gedənlər bilir. Qarışqanı öldürmə. Hacılar bilir, deyir baş üstə. Kölgədə keçmə. Kölgədə gün istidir də Məkkə. Kölgədən gizlənin biraz, deyir, olmaz. Kölgə keçərsən, kəffarə gələcək. Həccündə müşkül olar. Cibsiz ehram giyinmə. Cibli ehram giyin. Ehramın tikişi yoxdur, bilirsiniz. Tikiş yoxdur, olmaz. Tikiş olsa ged onu qaytar. Əmr gəlir, hacı deyir, ləbbeyk. Orada çətinlik var. Əksinə insan öz üzərində məsuliyyət və Allahın rəhmətini hiss edir ki, Allah mənə əmr edir, mən də qəbul. Buna deyilən mükəlləf. Alimlərin biri sual verdi. Dedi, niyə təvafda, təvaf ki, Kəbəni dolanırıq, orada bir vacib söz yoxdur, zikir yoxdur. Orada nə deyək? Deyir, nə istəyirsən, azaddır dinən. Ləbbeykdir, dualardır, təvəssül duası oxuyan var. Nə bilim, ziyarət, hərə bir dua istəyir, biri öz dilində dua eləyir. Kəbənin ətrafında təvaf eləyir. Orada azaddır. Deyir, hayf, heç yaxşı olmadı. Niyə görə deyir yaxşı olma? Çünki başa düşür ki, Allahın əmri yoxdursa, insan öz başına qalır. Orada da Allahın əmrini istəyir. Kaş Allah orada da bizə təklif eləyəydi, nəsə deyəydi. O başa düşür ki, təklif Allahın lütfüdür, inayətidir. Ağır bir şey deyil. Bilməm, fikrimi nə dərəcə çatdıra bildim. İndi gəlmişik bu Ramazan ayına. Gəlmişik bu Ramazan ayına. Allah deyir, halal yeməklərdir, düzülüb süfrəyə. Gözdə azan veriləndə yi. Bir dəqiqə qabaq yeyə bilərsən, deyir, onda sayılmadı orucun. Səfər məsələləri o cür. Orucam, filan vaxtı səfərə çıxacağam, orucumu tut, deyir, olmadı. Qaydası var. O şəriət məsələsidir, qalsın. Xütbədən sonra ya, inşallah ayrı vaxt soruşarsın. Allah deyir, əmr gəlir. Təklif gəlir, insan özünü insan hissi. Bu təklif heyvanlara deyil, insanlaradır. Bu qədər varlıq aləmində heyvanlar var. Qarışqıya əmr olunur ki, oruç tut. Bal arısına əmr olunur ki, həccə get. İnsana əmr olunur ki, oruç tut, namaz qıl. Allah insanı sevibdir, seçibdir, onu qaldırıbdır mələklərin üstünə deyib, xəlifətullahdır, mənim xəlifəmdir. Görün, nə gözəl aya gəlmişik, Allahın təklifin yaşayırıq bu dəqiqələrdə. Ağız oruc, deyir, nəfəslərimiz zikirdir. Nəfəs nə qədər saya bilərik nəfəsi. Bir gün ərzində nə qədər nəfəs çəkir insan. Həkimlər bilər.
Onların hamısı zikirdir. Elə bir ayrı vaxt əlvə təsbih alıb Subhanallah. Naumukum fihi ibadə. Yatırsan deyir ibadətdəsən. Yuxuda ibadətdəsən. Gör, ayrı vaxt yatarsan ibadət olar? Yox. Görün nə gözəl Allah Taala bizə fürsət veribdi bu aydan istifadə eləyək. Və bu ayda əsas məsələlərdən birinə də toxunub birinci xutbəni yekunlaşdıracağam. Ramazan ayının gözəl adları var. Mübarək ayın inşallah hələ ilk günləridir, yaşayacağıq, Allah nəsib eləsin. Qədr gecələrində hər gün insanda maarif artır. Hər gün ruhu təmizlənir. Hər gün daha yeni məlumatlar alır. Bu ayın bərəkəti belədir. Özünüz yaşamısınız, görmüsünüz. İllərdən oruç tutan qardaşlar var. Allah bizi bu xəttə qocaltsın, bizi bu xəttə ucaltsın. Bu ömrümüzün axırına qədər bu əmrləri yerinə yetirməyə Allah bizə nəsib eləsin. Bu ayın bir adı da deyək ki, da elə əsas ayıldı ki, əsas söz budur. Bu ay dəyişmək ayıdır. Bu ayın əsas məqsədi budur. Xutbənin əsas nöqtəsi və əsas mövzusu budur. Bu ay dəyişmək ayıdır. Əsas dəyişə bilək. Qəlbimiz oruç tutsun. Hədisdə var, nə qədər oruç tutanlar var ki, onlara orucluqdan ancaq aclıq və susuzluq qaldı. Məyər Ramazan ayı buna görə idi ki, bir ay bizi ac saxlasın, Allahın bizimlə düşmənçiliyi var. Deyir, yox. Allah istəmir, neymətləri verib, deyir, istifadə edin. Kulu və şrəbu, yiyin, için, və lə tusrifu, israf eləməyin. Məqsəd budur ki, bizim qəlbimiz oruç tutsun. Biz dəyişə bilək. Dəyişmək iki cürdür. Zahiri dəyişmək var. Sən gedir, plastik əməliyyat edir, üzün başını dəyişir. Saçını uzadır, saqqalını uzaldır. Görürük də, dəyişir. Dünən bu cür idi, bugün başqa cür idi. Saçına rəng vurur, saqqalına xəna vurur. Dəyişir insan. Normaldır, gözəllik babından insan eləyə bilər ki, ifrat dərəcəsinə çatmasın. Onun da bir həddi var. Bu zahiri dəyişməkdir. Paltarını dəyişir, üst başını dəyişir. Məsələn, oturuşun, duruşun, bu indillərə etik, estetik qaydalar gözəl dəyişir. Bir də var, daxili dəyişir. Əsas budur. Alimlər deyirlər ki, dəyişməkdən məqsad insanın daxili aləmi dəyişsin. Mənəvi aləmi dəyişsin. İnsan içindəki lazımsız xəstəliklərini silib, süpürüb aradan aparsın, özünü təmizləsin. Nə qədər daşıyacaqsan bu kin özündən? Nə qədər daşıyacaqsan bu təkəbbürü özündən? Nə qədər bu yersiz qəzəb, yersiz şəhvət səni sürükləyəcək ora-bura? Bu ay ona görədir ki, biz düzələk. Düzəlməsək bizə ancaq yorğunçuluq qalacaq. İllər keçəcək, günlər keçəcək, zaman keçəcək, ancaq bizə orucluqdan, ibadətlərdən elə əyilib durmaq. Üzr istəmə bu mövzu, Quran bunu deyir. Ər-Rə'd surəsi 11-ci ayə. Allah buyurur, İnnallâhe lâ yugayyiru bi qavmin hatta yugayyiru ma bi anfusihim. Ustad məhzərindəyik. Allah ayəsidir. Bəzi xətiblər Ramazan ayında xutbə eləmir. Deyirlər, qorxuram ki, birdən Allahın adından bir söz deyərəm, orucum batil olar. Cürətdir bugün mən qalmışam sizin qarşınızda. Çünki hər sözə bir ayə gəlməlidir, dəlil olmalıdır, sübut olmalıdır. Allah Rə'd surəsinin 11-ci ayəsində buyurur ki, insan başqasını dəyişə bilməyəcək, ta özünü dəyişməsə. Özünü dəyişməsə orada ma nəkirədir. Yəni ki, daxili aləmi dəyişməsə onun. Çətin olan işləri vərdişlə asan eləməlidir. Sübh namazı gözəldir. Adam var sübh namazından sonra qaçır. Hamı çox adam deyir yatım da, gedim sübh namazını qılım, atım başımı yatım. Amma İslam dini, əxlaq ustadları, hədislər deyir ki, sübh namazından gün çıxana qədər yatan insanın ruzusu azalar. Xəstəliklərə səbəb olar. Çətinliklər baş verər.
Çox şeylər yazıblar. Sübh azanından sonra yatmaq deyirlər bəyənilmir. Normaldır ki, mən gedim yatım. Amma mən eşitmişəm, özüm kitablarda oxumuşam, deyir, insanlar olub ki, o şirinliyi özünə haram eləyə-eləyə gəlib o dərəcəyə çatıb ki, sübh namazından sonra yatmaq ona adidir, yatmamaq adidir. Yata bilmir əslində. Əvvəl yatmaq istəyirdi, indi yata bilmir. Başa düşübdü. Görün, əvvəl çətin idi ona. Amma özünü, nəfsini tərbiyə eləyib, mübarizə aparıb, müqavimət göstərib, o yuxunun şirinliyi keçib arxa plana, ibadət gəlib qabaq plana. Bütün məsələlər, digər məsələlər də belədir. Gecə namazı. Mən gecə qalxım, isti yorğanla, bu da qış aylarında qalxım. Amma adam var bir gün, 2 gün müqavimət göstərir, gecə qalxmaq ona adiləşir. Başqa ibadətlərə can atır. Ruh belədir, nə qədər təqdim edirsən, daha çox istəyir. Sən təqdim eləmədikcə, sən ona dünyanı təqdim et, o ona meyillənir. Sən başa salmalısan ruhu, tərbiyələndirməlisən ki, bax, ay ruh, necə uşağı başa salırsan. Sən gəl bu vaxtı yatma, yuxunu ayrı vaxta sal. O sənə tabedir. O sənin nizamından əyləşir, durur, qalxır. Ramazan ayı ona görədir ki, insan daxilini tərbiyələndirsin. Buna deyirlər təzkiyə. İctimai alimlər, yəni bugünkü dillə deyək, sosioloqlar, tarixçilər deyiblər ki, dünyada nə qədər dəyişikliklər var, hamısının kökündə daxili dəyişiklik durur. İnsanlar birinci daxillərini dəyişdiriblər, sonra cəmiyyəti dəyişdirə biliblər. Bütün sahələrdə belədir, bütün sahələrdə. Böyük bir əzəmətli insanlara bax, onlar o dərəcəyə asanlıqla çıxmayıbdır. İllərlə kitab oxuyublar, illərlə əziyyət çəkiblər, illərlə, nə bilim, səhərlər yuxularını haram qatıblar bizim dillə deyək, ta gəliblər, müvəffəq bir insan olublar. Öz sahələrində. Bir alimə sual verdilər, kimyaçı idi. Böyük bir kimyaçılardan biridir. Dedilər ki, siz evinizdən işə gedib gələndə bilirsiniz ki, sizin evinizlə işin arasında bir kinoteatr var. Bilirsiniz, orada bir kinoteatr var. Sizin eviniz yaxınlığında bir kino yeri var. Orada film göstərirlər. O ərəb kimyaşünası dedi, lə ələm. Vallah mən bilmirəm, orada kinoteatr var. 50 ildir mən burada deyir, yaşayıram, heç mən bilmirəm. Çünki onun fikrində yoxdur o. Özünü o cür yetişdirib ki, o elmə can ata, işə can ata, evinə qayda, o cür tərbiyə etdirib öz ruhunu. Allah deyir, sən də o cür eləyə bilərsən. Fikrivi, gözüvi, dilivi, qulağıvi bu ay çalış, tərbiyələndir ki, hər sözü danışmasın, hər yerə baxmasın. Bu olur xüsusi oruc. Ümumi oruc budur ki, hamımız orucuq əlhəm, bu ümumi orucdur. Xüsusi oruc budur ki, insan gözünü idarə eləyir, qulağını idarə eləyir, dilin idarə eləyir. Quran deyir, Həzrəti Məryəm 3 gün oruç tutdu, sükut orucu. Ondan da üstün oruc var, bəli. Bunu da deyim, yavaş-yavaş yekunlaşdırım. Ondan da üstün oruc budur ki, İnsan fikirlərinə idarə eləyə bilir. Fikirlərini idarə eləyir. Bir dənə söz, bir dənə xütbə, bir dənə ayə insanın həyatını dəyişir. Füzeyl eşitmişdiniz də, oğru idi Bağdadda, oğurluq eləyirdi. Gəldi bir xanımın yaşlı qadını idi, evini oğurlamaq istəyirdi. Gəldi, evə daxil oldu. Qadın gecə namazına qalxmışdı. Evdə nə var? Yaşlı qadının evində nə olar? Əlinə nə düşdü? Yığdı kisəsinə. Torbanı yığdı, bağladı. Hasarı tullanmaq istəyəndə o qadın ayağa qalxıb gecə namazında hazırlıq üçün Quran oxuyurdu. Quranın bu ayəsinə çatdı. Ələm ya'ni lillezine en taxşa'a qulubuhum li zikrillah. Füzeyldə hasarı tullanmaq istəyir. Bağdadın ən
qəddar oğrularındandır ki, onu heç kim tuta bilmirdi. Ta o qadının ayəsini eşidənə qədər. Hasarın başında o Quran ayəsini eşitdi. Çox təsirlidir. Dayandı. Əlində torba oğurluq eləyir. Ayənin mənası budur. Allah Quranda deyir, bizlərə deyir. Vaxtı çatmadı ki, sizin daşlaşmış qəlbləriniz Allah zikrindən qorxsun. Fuzeyl torbanı atdı yerə. Gözündən yaş gəldi. Üzünü qaldırdı səmaya. Dedi, ilahi, vaxtı çatdı. O cür qəddar oğru bir anın içində həyatını dəyişdi. Gəldi qadından üzr istədi. Etiraf elədi. Nə qədər oğurluqlar eləmişdi, hamısını qaytardı, tövbə elədi. Füzeylin sonra kəramətləri oldu. Füzeyl barəsində nələr yazıblar. Bir ərəb gəlmişdi. Peyğəmbərə dedi, ya Rəsulallah, istəyirəm Qurandan mənə oxusunlar, Quran eşitəm. Mən çöldə, biyabanda böyüyən adamam. Peyğəmbər sahabələrindən birini göndərdi, ona Quran öyrətsin, Quran oxusun. O sahabə apardı onu bir yerdə, kilas belə daska yox idi o cürdə, kənarda əyləşdi, ona kiçik surələrdən oxudu. Quranın suvarıl qısar, kiçik surələrindən oxudu. Və əsasən Zilzal surəsini oxudu. İzə zulzilətil ardu zilzələhə. Gəldi o ayə çatdı. Fəmən ya'məl mithqalə zərrətin xayrən yerə. Hər kəs zərrə qədər yaxşılıq eləsə, o zərrə onun özünə qaydar. Ayənin mənasıdır. Fəmən ya'məl mithqalə zərrətin şərrən yerə. Və hər kim zərrə qədər pislik eləsə, o zərrə onun özünə qaydar. Ərəb qalxdı ayağa, dedi, o səhabəyə dedi, kəfana, kifayətdir. Bəs mənə oxuma, mən başa düşdüm, çıxdı getdi. Səhabə gəldi Peyğəmbərə şikayət elədi, ya Rəsulallah, bu nə nadan tələbədir, mənə qoşmursan. Quran ayəsi oxudum, çıxdı getdi. Peyğəmbər soruşdu, nə oldu, dedi, bunu dedim, dedi, bəsdir, başa düşdüm, çıxdı getdi. Peyğəmbər buyurdu, rəcəə fəqihən. O ağıllı və alim və fəqih qayıtdı öz qövmünə. O cahil gəlmişdi, bilmirdi, amma elmlə dolu qayıtdı. Bu iki ayə onun həyatını dəyişdi. Bax, ona görə bu ayın ən gözəl işlərindən ibadətdir ki, Allah o ibadəti bizə nəsib eləsin. İbadətlə güc alırıq, ibadət bizim qəlbimizdə güc yaradır ki, biz müqavimət apara bilək, nəfsimizlə işləri dəyişdirə bilək, daxilimizi dəyişdirə bilək və o ibadətlərdən biri də bu ayda Quran oxumaqdır. Namazları var, zikirlərdir, dualardır. Allah bu ibadətlərin hamısını yerinə yetirməyi bizlərə nəsib eləsin. Allah Teala bizləri Ramazan ayının feyzinə çatanlardan qərar versin.